Salam. Necəsiz? Deməli, bugün bir balaca çöldə tacinin işlərimiz var. Onu həll eləməyə gedirik. Ondan sonra başqa bir işimiz var. Onu da həll eləyəcəyik. Birini sizlə bölüşəcəyik, birini bölüşməyəcəyik. Çünki o başqa bir məsələdir. Bizə aid, sizə aid deyil. Tacinin öz işinə aiddir. Ondan sonra görüşürüz. Deməli. Arkadaşlar geldik. Burada evin yanında restoran var. Ad günümü kızlarla keçirəcəm də. Geldik ora baxmağa, yəni kabinetinə baxacağam. İndi hal-hazırda burada düzdür remont gedir. Amma kabineti Tacir dediyinə görə gözəldir. Bir dənə ora baxacağıq. Görək o birisi digər işimizi həll elədik. Tananın rəngini elə bilirəm boynumun rəngi uyğun gəlmir ay bacı. Bütün dalmışam. Allah kahretsin. Arkadaşlar papa hələ də buradadır. Hələ də stentimiz qurulmayıb. Papa hər gün. Papa məsələ saat gündən sonra nədir? Ad günü 10 gündən sonra gəlib məni təbrik eləməyəsən, bəs evimdə çəkiliş eləyəcəm ki, qaynatası gəldi, gəlindən qızıl taxtı. Stentin qabağında. Papa yüz saqqalın zadını da qıxmır ki, hə? Ondan heç nə istəməyim. Deməli, inşallah getdi restoranımızı danışdıq Allahın izni ilə. Allah qoysa ayın 12'si bacımızın ad gündür. Mama da Alisa'ya bakardı işine. Papanı da pararım kızların içinde oynuyor. Yani işinədir. Hə Alis. Pana bak sen Allah bu ayın sesi de dedin ayın 9'u getireceğim. 6'sı diyor. Sen ayın 9'una 3 gün var. Sen ne de ana sevgin uyanıp. Mənə gedirəm. Oradan bakardı kızlar bilirler. Bak. Mən gedirəm. Gedirəm. Git. Gel. Nenen kutuya gedim. Nenen kutuya gedim. Hakikaten gelip gedim. Baba yazırsan ki şehirlerin adı Çin o sözüne ürəyimiz gedib gülməkdən. O şey demişsən sen neye gelmişsən? Her yerine nasıl gelmez. Ha Allah ne kadar gülürler o söze. Değiller Çin. Düz değil. Sana elsi getireyim güne taş düşüyor. Biri de yazır ki gözəlinə paxılıyıq. O birisi gəlinin cehizlərini görüb ürəyə partlayıb paxıllıqdan. Hanı cehiz? O şey də o dünən nişanına getdiyim, hə. Cəmaatın nəyə baş çıxarıb? Kim kimizdə gözəl. Əslində. Ya bize 30 tane konser gösterip bəs. Bax, gözəl. Əslində var, o bizdə paxıllıq sayılır. Amma əslində o deməkdir ki, bəziləri başa düşmür. O deməkdir ki, əgər bir insan, bax mən gəlmişəm, məsələn, səndə bu pərdəni görmüşəm elə, xoşum gəlir, deyirəm ki, Nurlan, bu pərdədən istəyirəm, biz də alaq da onunla. O əslində paxıllıq deyil ki, və sən də görməliyəm ki, mən də onu istəməliyəm da. İndi biz gördük da 30 tane bəs eləyər də ha. 80-30 dənə değildi, baba çox oydu maşallah. Yok bir de 50 taneydi. Maksimum orada 10. Baxmadın videoyu YouTube 12 tane çəkmişəm. 13 tane şey var. Baba, südün şeyin çayısman sərbaxısına uzanıb. Baba YouTube'da çəkmişdim, görmədin qızıl xonçaları maşallah. Ne konça var ya orada maksimum orada 15 tane konça var da biz daha 30 tane yaparsak bəs. Allah xoşbəxt eləsin. Nə dedilər? 30 dənə Bizim yerdə. gücümüz nəyə çatır gözəl o. Baba sən 30 dəfə bilsən neyin? Bu evə buraxmıram sən 30 dəfə. Valla çalışsam belə 50 dənə xonça apararam. Mənə niyə aparmamısan bəs mənim ciyərimi Sən yandırırsan? istəmədin, sən dedin ki, mənə tacir lazımdır. Siz mənə xonça təklif edirsiniz ki, mən istəmədim. Hansı gəlin xonça istəmədi? Sen orada yazın var ya bir ay qabacı da gəlib oturmuşduk evde. Hansı gəlin? Hayır yazıblar, o kimsenin içindəndir. Yox, gözəl. Papa deyir, sən bir otaqlı, 1 metrlik ev lazım idi, bir də tacir. Sən verdik da, nə istəyirsən? Allah Allah. Öz istə dedim mən konça monça. Ha sənin, barın dövlətin qızılına mı Sen nişan dedin. Ama ne sakin Otur oturup. oğlandı. Nəyəsə odaklanıb. Anası haqqında danışılır. Deyim mənim anam nə səy olub. Mən amma Belə Allah fikirləşir. qoysa, Allahın izni ilə inşallah. Allah mənə ömür versin. Qızıma bir xonçalar düzəldəcəm ay Allah. Sən niyə İnşallah. düzəldirsən? Mən özüm ona cehiz verəcəm də. Mənim cehizim inşallah. olmayıb da indi. Cehizlə də Ona bir cehizlər verəcəm. Allah qoysa ay Allah. Qabıyandan tutmuş paltar uyanına kimi. Allah Robot da verəcəm ki, evi yığışdırsın. Qızım heç ev görməsin. Ne versen yorulma motive ne yaparsın ben. O dəsmal xoşuna gəlib. Sağ ol. Ay babanın şıppalığıyı. Ay Allah, ay Allah, bir dənə termom gəlsəydi ya Rəbbim, canım qutarardı. Bir dənə ayın 9'u gəlib çıxsaydı bu kişi mənim termomu gətirərdi.
Baba ürəyin nə istəyir? Allah haqqı, qəşəng xəncər. Alisa mənim qoyub gedəcək arasa. Xəncər. Qoy azca yekəlsin Alisa. Allah'ın olsun sizə Şey, yaxın güzel. gəldi. Baba ona kimi sən 3 quru qurasan, Ali sənə gitmə Ben baba. kuru kuruyorum ki, ben ne yaşım var? 40 yaşım var. Alisa 20 yaşında, ben 60 yaşında. 60 olmayacaq. Onda da bir yere kalacak. Hə, 60 olacaq baba. Balını sən hangi bay var qalacaq. Görer 2 yıl ağa gidecek. Aslında toyun gör. Alisa 20 yaşına kadar bile gezersen bana. Baba həmişə mən. Baba həmişə mən ki sən məndən tez qozalarsan. Hə, qocalım amma heç Kozalacaksın. Mama vəbşi təsəvvür eləmirəm. Ay Allah, bir dənə kaprizli qadın olacaq. Oo. niyə gözəl? Nə Allah, yaparsan insan al. qozaldıqca ama yaşlaşdıqca insan uşaqlaşır. Allah haqqı. Biraz da geçirdim. Deyir təranənin 60 yaşı var, nə deyirsən çesinə dəyir. Bu teraniye de söz değiliz ki diyecek tatsızında. Biri var ki normal söylüyor. Zarafatsız, yəni insan mama yaşlaşdıqca uşaq deyir, insan 2 dəfə dünyaya gəlir, uşaq olur. Qayğı görmək. Biri qocalanda, biri də dünyaya gələndə. İnsanlar ümumiyyətlə yaşlaşdıqca Allah yüksələnləşir. Oğul doğmasın. Niyə? Ben deyərdim. Oğlu kim doğsun be Allah. Doğmasınlar. Oğul gördülər, oğuldu. Bak yoxlatsınlar gözünə, oğuldu. Niyə polisanlı? Niyə elə dedin? Ha? Niyə elə dedin? Çünkü oğul anaya çatmır. Niyə çatmır? Nə olub ki Çatmır. Şəhribanın oğlanlarına? Allah eləsin bundan sonra sənin 4 dənə oğlun olsun. Görək nə Mən çatırsan. valla Allaha qurb deyib qurban olum ona. Mən o həm oğulda həm Hamımız qız. yapışmışız bundan. Bunda yalnız özünü. Bu hele qanmır. Bu hele qanmır. Bu özünü qansın. Bu nurlansın, Kasan sizin gəlib yanınızda qoymuş qalsın. babasının qabağına. Az ey. Bu nurlansın sizlə qalsa var ha. Kasan babasına qoymuş. Məcbur qalıb deyəsin ki, nurlan ne olar gəl sən də qal burada. Gəl gün Alisin yanında qal. Ay babası kasan vermiş. Fadime kasasını gətirib eşitmə görə yanıma. Mənə yurdun nənəsinə veribdi. Dedim babanın elə ehtiyacı yoxdur. Bir iki günə gətirəsin. Alice. Güzel bizim kassamız bir daha para qaçaq da. De orada gəl aç görək içində nə qədər pul var pala. Get görməyə onu. Az Allah bir hansı şey termon karpkalarının 200 içindədir. manat olar içində. Termon yox bir 500 manat. Sən. Sən elə mən o gətəndə 200 manat var içində. Onun içində pul vardı sən Allah. Allah qatmış. 1 manat dolar Ya yəni. bir manat. Pulumu açıb yemisiz Ya təkrar dayan almışsın. bir dəqiqə deyəcəm. Harda deyir, harda get açım görüm, taxtanı da açım onda. De. Taxtayı. 20 manatın ağdı bilirəm. Hə, füsə yerə 20 manat. Başqaları da Elə var. Bütün 20 manat yox idi amma o yüzden manat atmısan. Allah'a and olsun bütün 20. Özün atmısan? Hə, onda çünki mən səndən sonra 2 dəfə 20 Bura bax, yapmışam. özüm olsun. Şu 60 manat var içində cəmi. Yox, manatlar atmışam nə qədərlərim. Allah and olsun. Get görüm Baba sən bəlkə ged nə salasan yeyək. Axotum var gedib yeyək alaq. Nə oğlum? Kəndi əllərimlə kəndi. Papamın ürəyə aş istədi. Getdim tez aş bişirdim. Dedim sənə restoran abu havası verəcəm. Elə verəcəm ki, elə biləsən ki şeydir. Restoranda yeyirsən. Qablaşdırdım belə qəşəng. Qabağına da Nasıl qaşıqları çoxdan yapmışdın, mən qalmışdım burada. Şu an ailəmlə aş keyfi yapıyoruz. Baba ona bizə nə verdi? Bu ətdən birini ver əlinə yesin. Ala kızım, ala. Ye mama kurban. Ala. Ala ye. Aferin kızıma. Neyse arkadaşlar yemek yiyor. Göz hakkımızı hava yiyor. Tatlıdım ama ha. Çok da. Ayla. Banyo zamanı. Deməli o birisi evdə Alisa'nın hamamda çimizdirə bilmədim. Darıskalıydı diye. Mətbəxdə çimizdirdim. Seni buldum. Mətbəxdə çimizdirdim. İndi deyəcəksiniz ki, şeydir, nədir adı? Mətbəxdə niyə çimizdirdim, təmizliyi falan. Həmişə Alisa'nın özünün altının əskisi var idi, onu sərdim elə çimizdirdim. Çünki hamam darıydı və Alisa hamama girən zaman çox ağrıydı. Amma artıq da rahat maşallah olsun, qoya bilirik. Gəs oynaq mama bunu. Belə rahat qoya bilirik. Vannasında indi qoyacağım içərisinə, qəşəng-qəşəng çimsin. Allah hər kəsə rahatçılıq qismət eləsin inşallah. Ona gözü kalıb orada ya. Su sevire balam ben. Ölürsün. Gəl bunu da çıxardaq, mama söyləyəcək. Tumuş çeyindir de sen ona gözü. Şimdi ilk banyomuzu yapıyoruz. Aferin Alise ya. Evet, şimdi ilk banyomuzu yapıyoruz. Kızım, ümumiyyətlə Alisa doğulandan düz elə ki xəstəxanadan çıxdıq.
Evə gəldik. Evə gələn kimi çimizdirdim. Hər gün çimizdirirdim də, hər gün. Özünüz də vloglarda azdan çoxdan şahid olurdunuz. Ümumiyyətlə mən uşağa ay soyuq olar, qışın günü çimizdirməzəm. Heç vaxt belə bir şey eləməmişəm. Hər zaman çimizdirmişəm. Çünki mən özümdən bilirəm ki, hər gün çimən insan, yerinə ümumiyyətlə təmiz girən insan rahat olur. Yəni təmiz olanda rahat yatır. Uşaq da həmçinin elədir. Alisa ona görə su xəstəsidir. Sudan heç vaxt... Aferin. Ona görə heç vaxt sudan qorxmuyub, yəni. Balaca vaxtından heç vaxt sudan şeylənməyib. Ataya bax. Qorxusu olmayıb. Vay, ne güzeldi Şu an bu. çimiyoruz. Dırnaqlarını tutmuşam, geçək. Aferin oğullu bolamı mən. Suyu sevirsən Alice? Ha? Su güzeldi. Oy sana kurban olum. Sevgi sözlü, ömürsüz. Ne kadar Güzel şeydi. Altına gəlir bir şey sarardı yani. Arkası üstə gedər yani. Yo, elimin altında da. Bunun əslində sepkası olur. Burası o bunun için değil de şu böyük uşaqlı maşallah. Kulağına çok tutma suyu. Yo, quruluram dostum. Qulaq çəkilmə. Öyle deyirsən ki, elə bir həmişə çimizlədiyim uşaq deyil. Belə çimizdirməm sən demişəm. Ne olacaq? Şimdi saçına bak hadi. Saçına bak. Saçları uzundu. Burası Alisa'nın saçları. Arkadan çek tacımıyla. Buradan göster. Alisa'nın saçları maşallah bakın uzundu. Sadece burulurdu ya. Buruk kıvrımbaştı. Burulur diyor ne böyle böyle. O biraz qalsın suda gözə. Suyu bağla. Ha. Çok az. Burada kim var? Ne güzel. Kim var burada? Sudan uşaqları zülümlə çıxartdı. Ha, düzelt. Maması düzeltsin. Sudan zülümlə çıxdı. Zülümlə. Düş git. Boy. Saçlarına bak. Ne güzeldi. Ha, çıxart onu. Onu çıxart, tokdan çıxart. Ha, tokdan çıxart. Ha, çıxart, dart. Dart, özün dart, möhkəm dart. Ha, yaxşı. Dart. Ataya köməklə. Aferin sənə. Gördü orada keçə bilmir. Ne var orada? Onu niye koymuşsan oralar? Bak. Bütün işi gücü mənim qızıllarımın töhmə. Hamısı gəlib, hamamlar. Niye gəlib bilmirəm. Evə çağırsan. Ora gəlib otursunlar. Hamam gəlsin otursun burada. Aferin. Alisa'ya maşallah yazın ay uşaqlar. Hamamı görəndə döyər. Orada ayak. Gəzəndə düzələcək də gəz. Gəzmirsən axı. Gecdə orada oynayaq. Gəl. Gecdə oynayaq. Ne oynamaq? Saat 11'de yatmaq. Gəl. Gecdə oynayaq. Hara getdin? Gəzəmir. Gedim mən də uşaqlar bunları atım yuyulsun ağları. Ondan sonra girək yerimizə yataq. Ağları atdım yuyulmağa. İndi hal-hazırda otağımız bu vəziyyətdədir. Alisa'nı gətirib yerinə qoyacağam. Zalı falan təmizləmişəm, heç bir iş qalmayıb. Ağlar bir dənə yuyulsun. Sonra qaralar atacağım yuyulmağa. Bu otaq vallahi o qədər əlimdən tutur. O qədər əlimdən tutur. Taci də hal-hazırda burada bizdə zalda olmaz Alice. Burada bizdə zalda toka köməyi şey eləyir, toku dəyişir. Ora şeydir, köhnə idi. Yaxşı tok saxlamırdı, onu dəyişir. Alisa da gətirib bunu qoyub bura. Nəysə, mən də buraları yığışdırım. Kuxnam tərtəmizdir. Kuxnamın bilmirəm son halını sizə göstərmişdim, yoxsa yox. Amma yığışdırmışdım. Baxın, bu formada. Onlar isə yuduğum qablarımdır. Onları da yığacağım yenə. Sonra paltarları yuyacağım, ütləyəcəm. Getdik. İşimiz çok arkadaşlar. Gələndən bu evə demək olar ki, paltar ütləməmişəm. İndi də kolu tutmuşuq deyə tacə deli gəlsin olsun yanında sıxılmayayım. Otaqlarını ütləməliyim. Çünki ütü stolunu mama gətirib, Alisa yatıb götürsəm ses olacaq. Şıqaniyanın bölünə qoymuşam. Ona görə belə divanın üstündə yumuşdum. Elə sərdim bura. Onun üstündə Alisa'nın bütün paltarları demək olar ki, şkafında paltar qalmayıb da. Hamısı bulaşdırıb. Yumuşdum, ütləməmişdim. Demişdim, hamısını geçib ütü stolunu ütləyərəm. Sizlər üçün də vlog çəkərəm. İşini görə söhbət edərəm.
O da qismət olmadı. Çünki Alisa yatıb, bunları da sabah saxlasam, sabahlarım gedəcəyik deyə bilməyəcəm. Sabah da hara gedəcəm? Sabah həm ad gün çəkilişimiz var, həm də Talih qardaşımız bilirsiniz də bizim həm videoqrafımız, bütün xeyir işlərimizin hamısını demək olar ki, o çəkib. Onun Allahın izni ilə toyudur. Onun yoldaşı ilə birlikdə gəlinlik seçməyə gedəcəyik. Bizdən gəlinlik konusunda yardım istədilər. Yardım necə? Yəni seçim barəsində qız çətinlik çəkir. Bizə yığdı, mənə yığdı daha doğrusu. Dedi, istəyirəm səndən bir yerdə gedək seçək. Mən də böyük məmnuniyyətlə, təbii ki, ölmürəm elə şeylər üçün gedəcəm inşallah. Bir ki, saat dəmində gəlinlik geyim qurdum, öldürüm. Mənə var, bir görüm ondan qabaq özüm deymişəm. Sabahlarım inşallah gəlinlik seçməyə gedəcəyik. Ondan sonra axşam mənim ad gün çəkilişim var. Bilirsiniz ki, bu ayın 12-si Allahın izni ilə ad günümdür. Keçirdəcəm, restoran falan bugün baxdıq, zaten sizə dedik də. Allah qoysun. Sonra mənim axşamı ad gün çəkilişimi eləyəcəyik. Ad gün çəkilişimdən sonra da keçin. Oxşumda sabahlarım onlarla bərabərik. Bütün günümüzü sizlərlə görüşəcəyik. İndi Alisan paltarlarını ütləyib, təcili deyib yatmalıyam. Çünki yatmasam sabah saat 12-də onlarla görüşəcək, dura bilməyəcəm. Alisan da sütunu pişirdim, hazır qoydum, qazın üstündə. Şimdi durub onun içində ətlər bütöv-bütöv, blenderdən kesilməliyəm. Durub onu blenderdən keçirəcəm ki, sabah mamaya iş qalmasın. Bunları döktüm, aradan çıxardım ki, sabah işim azalsın. Ondan sonra qaçıram yatmağa ki, sabah durub işlərimi görüm. Ona görə elə paltarlarımı yükləyib sizlərlə vidalaşırım. Çünki zaten gecədir, gecənin sonunda, yəni bunun alt tərəfəsi yoxdur. İndi yatacaq. Sabah Allah qoysa, inşallah növbəti vlogla qarşınızda olacaq. Vloglarımızı izləyirsinizsə, like atmağı, yorum yazmağı unutmayın. Biz sizləri çox sevirik. Sizlərin dəstəyi bizim üçün çox önəmlidir. Yaxşı ki, varsınız. Markasına baxdım. Markasına. Allah hər kəsin ürəyinə görə versin. Allah hər kəsin qəlbini görür, qəlbinə görə versin. Verəcəkdir, amin inşallah. Biz də onun içərisində. Öpürük sizləri. İnşallah Alisanın məktəbinə falan etməyik belə. Onda göz içinə, özünə verəcəm, özü ütləsin. Yox, yolum qırılır. Buna bax, bu maddelərine bax. Bu arada Alisa'ya giyip paltar almalıyım. Paltarları yoktu arkadaşlar. Alisa'nın yolu tacirinde yoktu. İnşallah ad gününden sonra Allah korusun hele ki bunlarla idare edeyim. Ad gününden sonra inşallah giyip alışveriş edelim. Sağ olun, selamet kalın. Bye bye.